Yığışdırın bu parçı bu şərəfsizləri. İndi büyün məni kimi oğlanların başına gətirirlər. General Hikmət Mirzəyevin əskəri olmuşam. 44 günə dağıdan əskəri olmuşam. Bizim her birimizin payımız var. Generalın da solunda, prezidentin de solunda. Sizi ant veririm, bedeninizin görün ay prezident. Bunların elinden gelin. Bunların hemzem kırın. Benim artık danışaq sözüm yoktur. Danışıram, benim içim özümden çıxır. Oturdurublar orada həkimləri. Hamısının balaları idin qansındadılar. Hamıya da yok deyirlər. Gözümün qabağında iki qısası olmayanlara atqazlar yazırlar. Atqaz yazır, mənim balam nə isin? Bu neçə günlərdə nə isin, neçə aylarda? Çıxın onu bana deyin. Her şey şəffafdır deyirsiniz. Ali Başkomandan deyirsiniz özünüz. Amma heç nə şəffaf deyil. Şəffaf olacaq məmurlar şərəfsizləri yığışdırarsınız. Ondan sonra şəffaf olacaq. Belə şəffaf heç nə getmir. Birbaşa özümü Ali Başkomandana tutub deyirəm. Ayrı mən deyilər sözüm yoktu. İrinqan içindədir sən baba bu yapışdırdıqları. Budur mənim sözüm. Rəşad bəy, bax siz 7 komissiyaya girdiniz. Sizi necə yoxladılar, necə o travmaları müəyyən etdiniz? Girdim komissiya, əlini tut belə, o bir əlini tut belə, sən sağlamsan çıx otaqdan. Budur, ayrı söz yoktu bunlarda. Nə müayinə eləmirlər, nə keçirtmirlər, heç bir müayinələri yoktu. Mən bir də indi qayıdacam Gəncəyə. Bir də gələcəm birinci gün mən bura. Mən nətər eləyim? Belə şərəfsiz ölkə oldu bu yəni bu ölkə. Bir də izah eləyirəm. Kişinin oğlu kimi məni deportasiya eləyim balalarımla bir yerdə qırdığım Ermənistan Respublikasına. Qoy gedim şərəfli ölüm. Nətə düşkün erməni bayrağını yerə saldı. Məni kimi oğlanların hesabına. Sorusun general leytenantdan. General leytenant verdiniz. Hikmət Mirzəyev. 772 spesnazın komandiri. İndolu xüsusi təyinatın komandiri. Mən ondan sorusun. 80 netə kilo çəkimdən düşmüşəm indi 48 kiloya. Bu qədər qardaş mənim sözüm. Rəşad bəy, baxın, bu travmalan şəxsləri MRT və digər belə deyək avadanlıqlardan keçirməlidir. Heç nədən də keçirmirlər. Heç nədən keçirmirlər. Gən özüm Ali Başkomandana tuturam. Göndərin görün bir dənə sizin əskərinizi nədən keçirtdilər. Heç kimi də işlədən keçirmirlər qardaş. Kimin pulu var eyni hamam, eyni tazdır. Kimin pulu var sənəti var. Kimin pulu yoxdur məni kimi bədbaxtdır. Birinci gün Allah qoysa Sosial Müdafiə Nazirinin qabağında balalarımla bir yerdə dağılaq, özümüzü yandıraq deyəsiz acizlikdir. Öldürək acizlikdir. Bu şərəfsiz ölkədəcə buradayıq. Yaşamaq olmur. Olmur yaşamaq. Belə şərəfsiz millətin içində olmur yaşamaq. İraq yaxşılarından çox şərəfsizləşdilər bunlar. Bu qədər. Sənədləri zəhmət versin göstərin. Bunlar neçənci ildə alınmış sənədlərdir?